Salam uşaqlar. Bu günləri biz bundan əvvəlki videoda çəkdiyim kimi riyaziyyat 4-cü sinif 2-ci hissənin həm dərsliyi və onunla paralel olaraq iş dəftərimizi işləməyə çalışacaq. Gəlin əvvəlcə dərslikdəki ilk mövzumuzla ətraflı tanış olaq. İlk mövzumuz gördüyünüz kimi yada salındı, kəsirlərin yada salınmasıdır. Biz kəsirləri 3-cü sinifdə və 4-cü sinifin əvvəlləri xatırlamışdıq ki, kəsirlər kəsir xətti və surət və məxrəcindən ibarət olur. Hər hansısa bir kəsiri yazmaq üçün bizə deyilən ifadə, məsələn 4-də 3 dediyi zaman biz 4-ü aşağıda, 3-ü isə yuxarıda yazırdıq. Məsələn burada mən karandaşla qeyd edeyim boş sahədə. 4-də 3 mənim kəsirim idi və bu kəsirdə 4 kəsirin məxrəci, 3 isə sürətdir. Bu xətt isə kəsir xətti adlanır. Gördüyünüz kimi uşaqlar və bizə deyilirdi ki, ədədin kəsirlə ifadə olunan hissəsini tapın. Biz bunun üçün nə edirdik? Ədədi həmin o kəsirin məxrəcinə bölürdük və oradan aldığımız qisməti kəsirin məxrəci surətinə vururduq. Məsələn, burada deyir ki, 8-in 4-də 3 hissəsini tap. Məsələn, mən 8-i nə edirəm? 4-də bölürəm. Çünki 4 mənim məxrəcimdir. 8-i 4-də bölürəm, alıram 2. Sonra isə onu vururam surətə, yəni 3-ə. Alıram 6. Deməli, 8-in 4-də 3 hissəsi 6-ya bərabərdir. Daha sonra uşaqlar, kəsirlərin müqayisəsi. Kəsirləri müqayisə edən zaman ilk öncə bundan danışım. Məxrəcləri əgər kəsirlərin eynidirsə, tutalım 2 kəsirdə, onların hər birinin məxrəci 10-dursa, mən onun sürətinə baxıram. Sürətində hansısa böyükdürsə, o kəsir mənim böyük kəsirim adlanır. Yəni həmin kəsir böyükdür. Məsələn, burada müqayisə verib 6-da 5 ilə 6-da 2, 6-da 5-i böyük götürüm. Niyə? Çünki bunların ikisinin də məxrəci eynidir. Ona görə də 6-da 5 böyükdür. Kəsir və surətin ikisinin də qiyməti eyni olarsa, o zaman həmin kəsir 1-ə bərabərdir. Məsələn, 6-da 6 bərabərdir 1. Yəni sürət və məxrəc eyni olarsa, biz o kəsiri 1-ə bərabər eləyirik. Daha sonra uşaqlar, biz deməli nəyi burada öyrəndik? Məxrəcləri eyni olan kəsirləri müqayisə etdik, amma burada məxrəcləri fərqli olan kəsirlər olur, uşaqlar bunu qarışdırırlar. Amma qarışdırmaq lazım deyil. Niyə? Çünki əgər kəsirlərin kəsir göstərən hissələri eyni hissəni göstərirsə, o kəsirlər bərabər sayılır. Məsələn, burada 3-də 1-in 6-da 2-ni göstərir ki, bunlar bir-birinə bərabərdir. Niyə bunları bərabər eləyib? Çünki mən eyni bir fiquru 3 hissəyə bölsəm, 1-in götürsəm və həmin eyni fiquru 6 hissəyə bölüb onun 6 x-ini götürsəm, onların tutduqları məsafə, tutduqları yer eynidir. Mən bunu uşaqlara necə başa salıram? Deyirəm ki, tutalım bir dənə almadır. Bir almanı bölmüsən 4 yerə. 4 yerə bölmüsən, ikisini yemisən. 2 dilimin yemisən. Sən burada almanın nə qədərini yemisən? Deyir mənə yarısını. Deyirəm düzdür. Bəs yaxşı almanı 8 yerə bölsən, 8 dənə hissədən 4-ünü götürüb yemiş olsan, almanın nə qədərini yersən? Deyir mənə yenə yarısını. Dedim ay sağ ol. Deməli 4-də 2 ilə 8-də 4 də bir-birinə bərabər kəsirlər sayılır. İndi burada biz tapşırıqların üzərində işləyək, sonra iş dəftərinə keçərik. Təkrar üçün tapşırıqlardır uşaqlar bu. Bizdə deməli fiqurlar bərabər hissələrə bölünüb. Bizə deyir ki, rənglənmiş və rənglənməmiş hissələrini kəsirlə ifadə edin. Bunun rənglənmiş hissəsi bölüm düşür. Aha düşür. Əvvəlcə rənglənmişini göstərməyəcək. Bunu vurğulayım ki, uşaqlar kəsiri ifadə edən zaman hər hansısa bir hissəni bizə veribsə, biz birbaşa bəzi uşaqlar deyir ki, məsələn 1 2 3 4, 4-də 1 müəllimə, 4-də 1 heç vaxt deyə bilmərik. Niyə? Çünki əvvəlcə bütün hissələri sayıram, rəngli və yaxud da rəngsiz fərq etməz. Bütün hissələri, bölünmüş hissələri sayıram və onu məxrəclə yazıram. Yazıram ki, altında 5 məxrəcimi də kəsir xəttimi də çəkirəm. 1, 2, 3, 4, 5 yerə bölünüb və 5-dən neçəsi rənglənib? 1-i. Yazıram üstünə 5-də 1. Baxın, düzgün formada belə yazılmalıdır. Amma rənglənməmiş hissəni soruşduğu zaman isə yenə də məxrəcdə bütün hamısı bölünmüş hissələri yazıram. 5-də neçəsi rənglənməyib? 1, 2, 3, 4, 5-də 4 rənglənməmiş hissə var. İndi B variantına baxırıq. Burada gördüyünüz kimi fiqurumuz 6 hissəyə bölünüb. Rəngli və yaxud da rəngsiz fərq etməz. 6 yazıram. 6-da neçəsi rənglənib? 5-i. Yazıram 6-da 5. Yaxşı, bəs neçəsi rənglənməyib? 6-da 1-i. Yenə də bütün hamısının sayını yazırıq bura. Davam edək uşaqlar C variantına. Burada gördüyünüz kimi fiqurumuz 6 hissəyə bölünüb, amma 6 hissənin neçəsi rənglənib? 3-ü və 6 hissənin də 3-ü rənglənməyib. Gördüyünüz kimi bu bir-birinə bərabər sayılır. İndi bura baxırıq. Burada da uşaqlar 4 yerə bölünüb, 4-də 2-si rənglənib, 4-də 2-si isə rənglənməyib. İndi buna baxırıq. Burada bizim fiqurumuz 8 yerə bölünüb və birinci rənglənən hissəni yazıram. Təbii ki, birinci bütün hissələri sayıram. 8-də məxrəcimə 8 yazıram. Surətimə isə 2, 4, 5 dənə hissəm rənglənib. 8-də 5-im rənglənib, 8-də 3 hissəm isə rənglənməyib. Gəlin davam edək, bura baxaq. Deyir, uyğun kəsir yaz, birincisini ədəd oxunda göstər. Ədəd oxunda göstərmə indi mən burada sizə izah edəcəm. Deməli, 5-də 2, bunu yaza bilirsiniz də, 5 məxrəcdə, 2 surətdə, 3-də 1, 3 məxrəcdə, 1 surətdə, 7-də 4, 7 məxrəcdə, 4 surətdə, yəni yuxarıda, 8-də 3, 8 məxrəcdə, 3 yuxarıda, 10-da 5, 10 məxrəcdə 5 surətdə, 12-də 7, 12 məxrəcdə 7 surətdə. Və uşaqlar, kəsir xətti deyən zaman, məsələn, 5-də 3 deyirəm, düzdürmü? Bir dənə kəsir, üzr istəyirəm, ədəd oxunda göstərdiyəndə ədəd oxunu çəkirəm və əgər 5-də 2 deyibsə, mən burada 5 dənə xətt çəkirəm və sadəcə olaraq 0, 1, 2, 3, 4, 5 oldu mu? Və mən bura 0, 1, 2, 3, 4, 5 yaza bilmərəm. Niyə? Çünki kəsir tam hissəni ifadə eləmir. Həmin bu 5-də 2 sonda nəyə bərabərdir? 1-ə bərabərdir. Niyə bunu 1-ə bərabər edirəm? Çünki mənim kəsirim hissələrə bölünüb. Tam hissələr deyil deyə. Ona görə də bura 1, 2, 3, 4, 5 yazmaq olmaz. Sadəcə olaraq belə eləyə bilərik. Məsələn, 0-dır, düzdürmü?
Burada cəmi 5 dənə yerə bölünməlidir. Əgər ədəd oxundan gedirsə, burada kəsri ədəd oxunda göstər deyirsə, mən burada həmin mənə hansı kəsri göstəribsə, o qədər bölgü eləyirəm. Və daha sonra 5-də 2 deyəndə sayıram. Bu 0 idi. 1, 2. Həmin bu 2 mənim 5-də 2-im sayılır. 5-də 4 desə, hə, 2, 3, 4. Bu mənim 5-də 4-üm sayılardır. Aydın oldu uşaqlar? Ədəd oxunda dediyi zaman mənə hansı kəsri göstərirsə, onun məxrəci qədər, mütləq onun məxrəcinin sayı qədər oxlarımı, ştrixlərimi qeyd edirəm və sonda onu 1-ə bərabər edirəm. Bura 1, 2, 3, 4, 5 yaza bilmərəm. Niyə yaza bilmərəm? Çünki dediyim kimi kəsir tam birlikdə 1-ə bərabər olur və onun hissələri olduğuna görə mən onu 1, 2, 3, 4, 5 yazmağım düzgün deyil. Məxrəcinin sayı qədər bölürəm. Hansını istəyirsə, onu da göstərirəm. İndi bura baxırıq. Dairələrin verilmiş hissələrini tapın. Burada neçə dənə dairə var? 9 dənə. 9-un 3-də 2-sini tapmaq üçün nə edəcəm? 9-u böləcəm 3-ə, vuracam 2-yə. 9-u 3-ə böldüm 3, 3-ü də 2-yə 6. Burada neçə dənə var? 2, 4, 6, 8, 10, 12. 12 dənə dairədir. 12-ni 6-ya böləcəm, vuracam 5-ə. Çünki deyək ki, dairələrin verilmiş hissələrini tapmaq lazımdır. Deməli, neçə oldu uşaqlar? 12-ni 6-ya böldüm 2, 2-ni də 5-ə vurdum 10. Yazdıq bura 10. Burada neçə dairəmiz var? 1, 2, 3, 4. 4 dənədir. 1, 2, 3, 4, 5. Deməli, 20 dənə dairəmiz var. 20-ni 4-ə bölürəm və 3-ə vururam. 20-ni 4-ə bölürəm. 5, 5-i də 3-ə vururam. 15. İndi gəlin baxaq bunlara. Deyir ki, təsvirlərə uyğun olan kəsrləri yaz və müqayisə et. Biz bayaq müqayisə haqqında danışdıq və ümid edirəm ki, bu bizim üçün asan olacaq. Deməli, burada nəyi göstərir? 4-də 1-i. Yazıram 4-də 1. Oldu mu? Burada neçədir bəs? 1, 2, 3, 4, 8-də 2. Uşaqlar, indi bəziləri deyəcək ki, müəllimə 8-də 2 böyükdür. Xeyr, fikir versək biz görərik ki, burada da eyni məsafəni tutub. Burada da eyni məsafəni bir-birinə eyni məsafə, eyni hissəni tutublar. Ona görə də bu kəsirlər bərabər sayılır. İndi bura baxıram. Görək burada necədir vəziyyət? 1, 2, 3, 4. 8-də neçədir bu? 1, 2, 3, 8-də 4. 1, 2, 3, 4, 5. Amma burada bərabər bölünür uşaqlar. Fikir vermək lazımdır ki, məxrəcim neçədir? Burada məxrəclərim fərqlidir. Amma burada isə məxrəclərim eyni olacaq. Bu da 8 yerə bölünüb. Bu da 8 yerə bölünüb. Sadəcə olaraq bu 8-də 5-dir və təbii ki, 8-də 5 düşünmədən böyükdür 8-də 4-dən. İndi bura baxaq. Burada da gördüyünüz kimi fərqli bölünmələr görürük. Yəni məxrəclərimiz müxtəlif olacaq. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6. 6-da 4 hissə rənglənib. Burada amma 3-də 1 rənglənib. Bəzən uşaqlar çaşdıranda mən deyirəm ki, bura baxın. Buradan üzə aşağı baxanda heç burada yəni bərabərdir də hər biri. Həmin bu. Baxın, düşür bu, bu. Kəsir zolağına baxaq. Məsələn, 1, 2, 3, 4, 6-da 4 bərabərdir. 3-ə qalxaq görə elə 4-ün yanına. 3-dən 2-yə bərabərdir. 3-də 2-yə. Deməli, bərabər deyil. Hansı böyük olacaq? Biri var 3 hissəyə bölürsən. 3-də 2 deyə üzr istəyirəm sizdən uşaqlar. 2 hissə rənglərim 3-də 2. Gördüyünüz kimi 6-da 4, 1, 2, 3, 4. Bərabər oldu nəyə? 3-də 2-yə. Deməli, bu kəsirlər bir-birinə bərabərdir. Bundan istifadə edə bilərsiniz. İstifadə eləmədən də burada baxarsınız ki, 6-dan 4 hissəsindən 3-dən 2 hissə elə bir-birinə bərabərdirlər. D variantına baxırıq. Bu da deyəsən eyni bölünüb. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Əla. Burada 5-dən 3 rənglənib. Burada isə 5-dən 2 rənglənib. Təbii ki, bu bundan böyük olacaq. Məxrəcləri eyni olan kimi surətə baxıb müqayisə eləyirik. İndi davam edək. Hesablayın və müqayisə eləyin. Deməli, ədədin hissəsinin tapılması nə idi? Ədədi kəsr göstərən kəsrlə ifadə olunan hissəsində həmin kəsri məxrəcinə bölüb alınan qisməti surətinə vururduq. 18-in 6-da 4, 18-i 6-ya bölürəm 3, 3-ü 4-ə vururam 12. Bir tərəfim 12-dir. İndi bura baxıram. 25-i 5-ə bölürəm 5, 5-i 2-yə vururam 10. 12 ilə də onu müqayisə edirəm. Bu asanlıqla tapılır. 45-in 3-də 2 hissəsi. 45-i 5-ə bölürəm, üzr istəyirəm, 3-ə bölürəm 15, 15-i 2-yə vururam 30. Burada isə 72-ni 4-ə bölürəm, səhv eləmirəmsə 18 düşəcək. Bir dəqiqə, 18. 18-i də 3-ə vuracam, neçə eləyəcək? 3 dəfə 8-dən 24, 2 hətta 3 dəfə 54. Təbii ki, 54 30-dan böyük olacaq. İndi uşaqlar bizə kəsr zolağı verir və kəsrləri verir və biz burada bərabər kəsrləri tapıb yazmalıyıq. Kəsr zolağını artıq biz neçə ildir bundan əvvəl keçmişik. Mən yenə bir xatırlatma eləyirəm. Kəsr zolağında bütün hissələr birə bərabər göstərilir və bu çox rahat bir üsuldur. Məsələn, 2-də 1 deyir, düzdür? 2-də 1 burada bitib. 2-də 1-dən gəlirəm 4-də neçəyə bərabər olacamsa onun üstünə. 2-də 1 bərabərdir nəyə? Aha, gəldi bura 4-də 2-yə. Deməli, burada 2 olmalıdır. İndi 3-də 2-yə baxıram. Hanı 3-də 2? 1, 2, 3-də 2 nəyə bərabərdir? Altdan neçəni soruşur məndən, gəl baxaq. Düşək aşağı. Aha, 6-da 1, 2, 3, 4-ə bərabərdir. Yazdıq bura 4. İndi 5-də 3-ə baxıram. 1, 2, 3. Sinifdə bunu işləmişik, heç hiss olunmur bunun xəttləri hardadır. 5-də 3-dən gəlirəm, 10-dan neçəyə bərabərəm? 1, 2, 3, 4, 5, 6. 10-da 6-ya. 8-də 6-ya baxıram. 1, 2, 3, 4, 5, 6. 8-də 6-dan qalxıram hara? 4-dən neçəyə bərabərəm? 8-də 6, 4-də 3-ə bərabərdir. İndi buna baxıram. 9-da 6. 1, 2, 3, 4, 5, 6. 9-da 6-nı 3-də nəyə bərabərik? 3-də 2-yə. Belə sayırıq da 1, 2. 7-də 7-dir təbii ki, uşaqlar baxın. 7-də 7 bərabər olacaq 6-da 6-ya. Bu, yəni hesablamaqda ehtiyac yoxdur. 5-də 4-ə baxıram. 1, 2, 3, 4. 5-də 4. Bizdən soruşur, burada heç birini vermir. Biz tapmadıq. Yəni düşək aşağı görək. Nə ilə bərabər olur bu? Aha, 10-da 1, 2, 3, 4, 5, 6, 7, 8. Təbii ki, 10-da 8-ə bərabər olur. İndi 3-də 1-ə baxırıq. 3-də 1, hanı 3-də 1? 3-də 1-dən düşürük 6-da neçəyə? 6-da 2. Bunu əvvəlcə 2 yazaq. Sonra 9, 6-da 2-dən düşürük 9-da neçəyə? 1, 2, 3. 9-da 3.
Bax belə. İndi uşaqlar bura gəlirik, baxırıq görək, burada müqayisə verib bizə. Müqayisə eləməliyik. Necə müqayisə edirik? Gördüyümüz kimi bütün kəsrlərin məxrəcləri bir-birləri ilə eynidir və bu zaman asanlıqla surətə fikir veririk. 5-də 3 kiçik ola bilər nəydən? Ancaq bir şansımız var ki, 5-də 4-dən kiçik ola bilər. Çünki 5-də 5 yaza bilmərəm. 5-də 5 özü elə 1-ə bərabərdir. 5-də 5 kəsri 1-ə bərabərdir. O isə müqayisə düzgün gəlməyəcək bizə. İndi 7-də 3-ə baxıram. Burada variantım ola bilər 7-də 6, 7-də 5 və 7-də 4. Burada 5-də yaza bilərik, 4-də 6-da, amma başqalarını yaza bilmərik. Bərabər soruşursa, deməli surətlər də bərabər olub 8 olmalıdır. Burada 10-da 7, burada nə yaza bilərəm? 10-da 9 ya da 10-da 8, ikisindən birini yaza bilərsiniz uşaqlar. 6-da 5 böyükdür nədən? Deməli, böyük ola bilər 6-da 4-dən, 6-da 3-dən, 6-da 2-dən və 6-da 1-dən. Hansını istəyirsiniz yaza bilərsiniz. Yəni başqalarını yaza bilməzsiniz də. Çünki belə deyək də 6-da 5, 6-da 5 ola bilməz. 5-dən aşağı bütün variantlar buraya yaza bilərsiniz. 12-də 5, 12-dən neçə olur ki, 5-dən böyük ola bilər. Üzr istəyirəm, belə 12-də 6-nı burada qeyd edə bilərik. 8-də 3 böyük ola bilər, ya 8-də 1, ya da 8-də 2 ola bilər burada. Məxrəci eyni olduğu rahatlıqla bölürük. İndi buna baxırıq. Məsələmiz var. Samir düzbucaqlı formasında olan rəngli kağızı əvvəlcə 2 bərabər hissəyə böldü. 2 hissəyə bölübsə, burada elə hamısı demək olar əvvəlcə bir də birinci 2 hissəyə bölünüb. Gəlin davam eləyək görək bizdən nə istəyir. Sonra isə bu hissələrin hər birini 3 bərabər hissəyə böldü. Deməli, bir dəfə kağızı qatladı və qatladığı hər bir hissəni 1, 2, 3 hissəyə böldü. Burada 6 hissəyə bölüb, burada 3 hissəyə, amma bizə nə deyir? Bərabər hissəyə böldü. Nə olsun? Burada da qatlayıb 3 yerə bölüb, burada da qatlayıb 3 yerə bölünüb, amma burada bərabər hissə görmürük. Biz bərabər hissə ancaq hardadır? Kəsrdə həmişə bərabər hissələr olmalıdır. Deməli, bizə uyğun gələn budur. Sonra deyir ki, alınan bir hissə tam kağızın hansı hissəsidir? Bir hissəni tapmaq üçün mən nə edəcəm? Bunu sayacağam. 1, 2, 3, 4, 5, 6. 6-da 1 hissəsinə bərabərdir. Çünki 6 yerə bölmüşəm. İndi sonuncu məsələmizə baxaq. Lalə uzunluğu 1 metr olan lentin 5-dəki hissəsini hədiyyə qutusunu bəzəmək üçün, 4də 1 hissəsini isə onu bağlamaq üçün kəsdi. Lentdən neçə santimetr qaldı? Deməli, uşaqlar gördüyünüz kimi 1 metrdən gedir söhbət. 1 metrdə 100 santimetr olduğuna görə nə edəcəm? 100-ü əvvəlcə böləcəm 5-ə, vuracam 2-yə. 100-ü 5-ə böləndə neçə edəcək? 20. 20-ni də 2-yə vuracam 40. Deməli, 40 santimetri hədiyyə qutusunu bəzəmək üçün işlədim. İndi 4də 1-ini tapacam. 100-ü də birbaşa 4-ə böləcəm. Yəni onu artıq 1-ə vurmağa ehtiyac yoxdur. Çünki bilirsiniz ki, 1-ə vuranda elə özü eləyəcək. 100-ü də 4-ə böləndə 25 santimetr. Deməli, hədiyyəni bəzəmək üçün 40 santimetr, bağlamaq üçün də 25 santimetr lentdən istifadə edib. 40-ın üstünə 25 gələndə 65 santimetr birlikdə istifadə edib. Deyir, neçə santimetr artıq qaldı? Biz də bilirdik ki, 100 santimetrdən başlamışıq. 100-dən də 65-in çıxanda neçə qalacaq yerdən? Təbii ki, 35 sm artıq qaldı. Bu bizim kitabımızın, yəni dərsliyimizin 6-cı və 7-ci səhifələri idi. Növbəti səhifələrdə görüşərik uşaqlar.